Əladır da. Valla çox rahat. Heç kəsə minnət eləmirsən, narahat olmursan. Bizə buradan sola dönməyin nə qadağan edir? Heç nə qadağan eləmir. Həm də bir yoldur da, iki tərəfli var. Beşşəngdir, beşşəng. O da yəqin bir yol gedir. Nömrəsini bildin maşının? Mən telefonumu verim. Ha, telefonunu verib. Mən onun telefonu götürmədim düzdür. Ona telefonu verdim, все. Sən girəcəm, cavab verəcək. Arada olmalı söhbət olur. Sən yığdın da ancaq. Hə. Həbsə da sənə düşür. Mənə düşmür. Hə, mənə düşür, amma mənim nömrəm, onun nömrəsi mənə düşmür da. O şey kim olar? Xloralı, haradasa kiminsə evində şey olub. Nədir bunun adı? İşçi kimi də, iş görəsiymiş. Evdə tapşırılır ki, Xlorsadan gəlsə xlor alarsan da. Xlorsadan gəlib, necə satsan 20 manat. 20 manat, bunun şeyi yox. Nədir bunun adı? Xırdası yox. 100 manat. 100 manatı verib ki, deyib xırdalıq gətirirəm da, xullar qalsın burada, xırdalıq gətirirəm. Xullarlar qovun yanına gedib gəlməyib. Xulların hamısını satsa da 20 manat eləməyəcəkdi. Həm də götürüb gedir. İndi mənim də 170 manata şeydə aparacaq 10 manata. 10 manat verməyəcək, 170 manat getdi də. Yox, sənə də düşür. Sən vermisənsə, o sənə eləyibsə, sənə də düşür. O mən eləmədi də, mən eləmədim. Yenə də sən eləmisənsə, səndə var. Məndə var da. Hə, onda da var. İkimizdə də var. Hə, doğrudan, hə də, hə. İkimizdə də var. Deyirəm, avtomatik görsən başım qarışdı. Telefonu zəng çaldı da, deməli sən Hə. Burada yoxdur da. İstəsə yoxdur. Hı? Birdən istəsə yoxdur məndə. Burada. Məndə var, amma da 10 manat dedi, 10 manat da üstədə. Həndə orada nə qalıb? Gəncə prospektidir də, Əhmədli sayılır. Yəqin 2-3 manat aparırlar da. Hə, bu 10 manatı da o verən demədi. Çünki bir tərəf səndir ha. Bir 10 manatı ilə nə danışırsan? Yəqin 5 manatı da aparar. Başa sən dirəsən şeydir. Yox, aparırsan 5 manatı da biz aparır desən, bəlkə də 5 manatı var. Bunu da görsən əvvəl dedi ki 170 manat, sonra birisine dedi ki 120'de 110'a verərəm. Buna təzdən qayna ki, bunu neçə verirsən, dedi 180'da 170'e verirəm. Dəli 170 demişdim da, 180 kadar danışdı. Mən baxıram yenə də sərf edir, 250'dənsə. Ortopedik dediniz də, qəşəngdir də. Həm də yaxşıdır, bu uzun gedəcək. O bundan rahat nə yol danır, deyir ki, buradan kəsə gedəcəm. Bunlar ola bilər heyətlərə zada girirlər. Əşi lazımdır, gül kimi təmiz yoldur, mən həyətə girib qalıqla inirəm. Mən istədim ya, o rast bilirsə düşüm onu da hazır, baxın ki. Bundan yaxşı nə yol tanıyacaq ki də o deyir şeydir. Mən telefonu sənə verirəm, sən bayra durarsan. Mən nə deyim? Heç ona problemə verərsən də. Hə, qapıya kimi gəlsin. Hə, qapıya kimi gəlməyə deyəcəksin. Narahat olmayayım. Hər ehtimala qarşı deyirəm də, bəlkə də mən vaxt kimi çıxdım da. Maşına qoyub tez çıxıram da. Deyirəm, bəlkə deyirsən, mənfi birini hara getir. Onu eləyəsi olsam özüm eləyəcəm. Onu maşına qoyub tez çıxsam,
Bir oturaram o maşına ki buradan sür, oradan sür. Çip var, her şey var. Belə edə bilərəm. Ona göre de diğer artık. Eskiden çok satıyordum. Hipermarkette. Bravo'da. Nə? Orada da var. Ha. Şey deyək də, o ışıq taraf yenə haralardıqsa gedək də. Gün uzunları, günə baxarlar. Saat 1 yox. Ben de getirip koyalım. Ha. Karpuzları da saklıyorlar. Ambarlarda zaten. Nələri? Karpuzlar da ne karpuz vakti değil. Ha, spotlarda saxlayırlar. Onlar doludur. Kesip koyuyorlar. Ağıtlar işte. Damarlar. Geçesi koyuyorlar böyle. Satıyorsunuz. Yavaş-yavaş öyrədəcəklər, ağ qarpız yeyəcək də. Belki yemiş yaxşı olur. Hələ tez olar yemişə də, qarpıza da. Yemiş yenə bəlkə də şey var. Avqustda yemişik demişim. Yemiş yani belki bir yolda olar yemiş. Orada binaya bax, adam nəmişlikdən əzəcək ki, götürüb bütün evin böyrünü qapqara qırılıyor. Çiftlenir de divarlar. Ondan deyil. Bu evin için düzgün qurmayıb ona görə. Hem de hamısı hörürlər, şəbən. Hava işləmir, qaz yanmır.
Hökumət qoyub açıq balkon olmalıdır. Hamısı bağlayır. Böyle deyirlər bu xəstəliklər hardan əmələ gəlir? Hər şey şokdur. Furgonlu maşınlar belə şey gəlir. Mən o vaxt bunu alanda elə mən furqonunu görüb almaq istədim də. Dörd göz görmüşdən furqon üzdə. Bundan da bir ildə şey idi. Onun çox şeylər bundan üstün idi. Qaraydı zaten. O qəşəng idi. Biz Türkiyədən gələndə maşında yeri yoxdu. Onu doldura bilərdik altına şimdi. Sonra olmadı, dairədə dəyişmək dəyişmək. Bu nə dedi? Dedi, bazar maşınına oxşuyur. Tatuşkaya zaten gedəndə çox göründü. Elə bir yol maşını qalır. Hələ bu dörd göz deyildi. Bizim o bir bundan qabaqki maşının furqonu var. Dörd gözün furqonu vapşa yekən. Deyəsən qarasıydı da, baxırdığı, qara rəng. Özü uzun idi, çox uzun idi. O vaxtları əldə nağdı olmuş olsaydı, %100 mən alardım. O yüzden nə qədər olmuş, nə qədər qabalaşmış olardı. Svetofor qoydular. Vardı burada svetofor, adamlar basanda işləyir də. Bir dəfə də uşaqlar burada oynayırlar, yadında da yoxsa. Basırlar, keçmirlər. Qışqırdım sana gitti dilində. Su hara getdi. Buradan gördüm oraları. Azərbaycanın torpağını qoyuyorlar. Sonra qurudub torpaq verirlər.